Günaydın əzizim. Günaydın. Durmuşsan mı? Ha. Naciye ile ne danışırdınız böyle şirin şirin? Hiç. Ananızın indi de bizi ayırmak için ne tedbirler tökdüğünden, caduduğa yazdırdığımdan danışırdı Naciye. Ne? Amma yazıq kızı elə təpindim ki, bir de belə xəbərçiliklər eləməz. Deməli anam hələ də öz köhnə xasiyyətlərindən əl çəkməyib. Bu saat caduları da vurub başını qovlayacam onu evdən. Məsər, yaxşı. Daha əsib coşma görək. Səndən xahiş edirəm. Gəl, bizim məsələdən xəbərdar olduğumuzu anam hələ bilməsin. Görək nə olur. Bir daxı niyə əsəbləşirsən? Onsuz da mənim elə şeylərə etiqadım yoxdur. Jale əzizim, məni başa düş. Mən də elə şeylərə inanmıram. Ancaq anamın bu hərəkətlərinə daha tab gətirə bilmirəm. Dözə bilmirəm bütün bunlara. Yox, qoy sən nə deyirsən, mən bu işə son qoymalıyam. Məsər. Bu arvad məni bütün mahalda biabır eləyəcək. Vəkil Mənsər bəyin anası cadu fiti ilə məşğul olur. Xoş alımıza. Yox, sən nə deyirsən, mən bu saat onu qovlayacağım. Məsər, əzizim, ayıb deyilmi? Axı, hər necə olsa, o sənin anandır. Eşdən bilən nə deyər? Səni dünyaya o gətirir. Jale əzizim, qoy cəhənnəm olub geçsin, bir otaq tapıb cəhənnəm olsun buradan. Anam da deyə mənim bütün ömrümü, günümü, cavanlığımı puç eləməlidir. Axı, hansı ana öz övladının bədbəxtliyini istəyər? Bu işə son qoymaq lazımdır. Yaxşı, Məsər. Yaxşı. Əgər sən onun buradan köçməyini istəyirsənsə, bu barədə fikrin qətidirsə, onda sən heç nəyə qarışma. İcazə ver, onunla mən özüm sakitcə həll edeyim bu məsələni qutarıb getsin. Necə? O özü sənin yanına gəlib, ayrı yaşamaq istədiyini deyəndə sən etiraz eləmə. Yaxşı mı? Mən yenə sənə təslim. Qoy sən deyən kim olsun. Hazırdır xanım. Gətirirmi? Çay yoxsa kofe? Çay götür.